Salam hörmətli izləyicilər, əziz kimya sevərlər, sizinlə 2 may 2026-cı ildə keçirilmiş RFM-in yarımfinal sualları izah ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualda deyir, qapalı otaqda uzun müddət tənəffüs etdikdə otaqda karbondioksid, azot və oksigen qazlarının miqdarının dəyişməsi. Tənəffüs eləyiriksə, əgər qapalı qabda bu zaman nə edirik? Oksigenden istifadə edib karbon qazını artırıq. Çünki tənəffüsdə oksigen alıb karbon qazı verir. Bu zaman oksigen miqdarı istifadə etdiyimiz üçün azalacaq. Azotun miqdarı dəyişməyəcək, karbon miqdarı isə, yəni karbondioksid artacaq. Bu da D variantına uyğun gəlir. Hansı maddələr cütünün tərkibində olan bütün elementlər eynidir? Şəkərin tərkibində C12, H22, O11-dir. Asetonun tərkibi isə C3H6 odur. Ona görə eyni olduğuna görə A variantını götürürük. Viskasiyonu müəyyən edin. Yalnız viskasiya zamanı maddənin aqreqat halı dəyişir, forması dəyişir. Ancaq tərkib dəyişmir. Kimyəvi hadisə zamanı isə maddənin tərkibi dəyişir. Deməli, dəniz suyundan distillə suyun alınması bu viskasiyadır. Təbii qazın yanması kimyəvidir. Suyun parçalanması kimyəvidir. Buzun əriməsi fiskasiyədir. Dəmirin paslanması kimyəvi hadisədir. Bizə də fiskin deyib 1-dən 4. Aşağıdakı məlumatlardan istifadə edək. Difosfor pentoksid yazaq. Difosfor pentoksid. Sonra kükürt trioksid. Kükürt trioksid. Diazot monoksid. Atomların molekulunda atomların müsayin hesablayın. 2-nin üstə 5 gəlsək neçə edir? 7 buradadır. 4 bundadır, 3 də bundadır. 7-nin isə 3 gəndə 10, 4 də gəndə 14 edilmiş evəliyik. Bir-birində həll olmayan X, Y, Z mayələrin ayrılması tələb olunur. X-in sıxlığı Y-in sıxlığından böyükdür. Deməli, Z-in sıxlığından isə kiçik olarsa, Y-in sıxlığından böyük, Z-in sıxlığından isə kiçik olarsa, ayrıca qıp vasitəsilə maddələr hansı ardıcıllıqla ayrılar? Hansı ardıcıllıqla ayrılacaq? Ən ağır deməli Y-imiz oldu. Ən ağır Y oldu. Ondan sonra X oldu. X-dən sonra isə Z oldu. Deməli, birinci olacaq ən ağırımız Z düşəcək. Hansı ayrıcılıqla düşəcək? Ən ağır olanı Z-imiz ayrılacaq. Sonra X-imiz, sonra isə Y-imiz. Bu da A variantına uyğun gəlir. Metanın yanma reaksiyası. Metan yananda karbon qazına və suya ayrılır. Bu da B variantı. Eksotermik reaksiya. Azotun hidrogenlə reaksiyası eksotermikdir. Azotun oksigenlə reaksiyası isə endotermik reaksiyadır. Fotosintez reaksiyası. Yadınızda saxlayın ki, fotosintez reaksiyası istiliyin udulması ilə getdiyi üçün fotosintezdə endotermik reaksiyadır. Ona görə də yalnız bir. Kimyəvi birləşmələr və qarışıqlara aid xüsusiyyətləri müəyyən edin. Fiziki sulla tərkib hissəsinə ayrılır. Bu qarşığa aiddir. Maddələrin yalnız müəyyən nisbətdə qarşılıqlı təsirdə alınır. Bu kimyəvi birləşməyə aiddir. Əmələ gələn maddə öz xassələrini saxlayır. Bu qarşığa aiddir. 1, 3, 2, bu da D variantına uyğun gəlir. Deməli, kimyaçı X maddəsinin bir qədər sınaq şüşəsinə tökür. Sınaq şüşəsinin aşağı hissəsinə qızdırır. Ərimiş X maddəsinin içərisində soyuq su olan stikan ehtiyatla əlavə edir və onun altıbıq şəkil dəyişməsi olan Y əmələ gəlir. Sonra Y maddəsi sudan ayrılıb açıq havada bir müddət saxlandıqdan sonra X maddəsinə X və Y maddəsini hesablayın. Bu nədir? Bu X maddəmiz olacaq plastik kükürt. Bu da 1-lə işarə edilir. Bu plastik kükürtdür. Bu isə olacaq kristalli kükürt. Bu isə 4-lə, bu da kristalli kükürtdür. Bu da 4-lə işarə olunub. 1, deməli, X-im 4-lə işarə edilmiş olacaqdır. Ona görə də deyilənlərə uyğun C variantı uyğun gələcəkdir. Protona aid ifadələri müəyyən edin. Müsbət yüklü zərrəcikdir. Bəli. Nüvənin ətrafında enerji təbəqələr yerləşən zərrəcikdir. Bu elektrona aiddir. Nüvəni təşkil edən zərrəciklərdəndir. Bəli, nüvəni proton və neutron təşkil edir. Təqribən elektronla eyni kütlədir. Xeyr, neutronla. Bu da B variantı uyğun gəlir.
Deməli, təsvir edilən qurğular hansı məqsədlə istifadə olunur? Bura diqqətlə fikir versəz, burada heç nə yoxdur. Amma burada fikir versəz, burada qırıntılar var. Yəni, bu fraksiyalı distillərdir. Bu fraksiyalı distillərdir, bu sadə distillərdir. İndi bizə nə soruşur? Duzlu sudan duzun alınması üçün. Duzlu sudan duzun alınması bu sadə distillər alınmaması. Duzlu sudan duzun duzlu sudan duzun alınması, duzlu sudan suyun alınması. Biz sadə distillə ilə duzlu sudan suyu alırıq. 1'ə uyğun gəlir 1. Suyu alırıq. Etil spirti ilə suyun qarşılığının etil spirtini almaq üçün bu fraksiyalı distillərdir. Etil suyun qarşılığının suyun alınması üçün. Biz suyun alınması yox, spirtin alınması üçün istifadə edirik. Ona görə 1'ə uyğun gəlir B, 2'yə də uyğun gəlir C. O da B variantına uyğun gəlir 11-ci sualımızda. 12-ci sualımızda nə deyir? Deyir ki, mis alüminium naqillərinin kütləsi və həcmi ölçülər cədvəldə verilmişdir. Hansı ifadə doğrudur? Öncə siz bilirsiniz ki, sıxlıq hansı düsturundan? Rho bərabərdir M bölünsün V düsturundan. 26 tam onda 9'u böləsiniz 3'ə. 26 tam onda 9'u böləndə 3'ə 8 dəfə 3'ün 24. Qaldı 29'da 9 dəfə 3'ün 27. Sonra 2 qalır 26 18. Təxminən 8,96'dır. Burada da bu mis üçündür. Mis üçün. Alüminium üçün isə buradan yazsaq, alüminium üçün də yazsaq. Buradan da 18 tam onda 9'u bölsək 7'yə. Bu da 2 dəfə 7 14 qalır 49'da 7 2 tam onda 7 eləyəcək. İndi bizə nə deyir? Misin sıxlığı alüminium sıxlığından böyükdür. Bu düzgündür. Hər iki metal eyni həcmdə götürdü. Alüminium kütləsi böyük olar. Xeyr, hər iki sıxlığı böyük olanın kütləsi böyük olacaq. Eyni həcmdə götürsək. Ona görə bu yanlışdır. Hər iki metaldan eyni kütlədə götürdükdə alüminium həcmi daha böyük olar. Sıxlığı, bəli, bu düzgündür. Çünki sıxlığı kiçik olanın həcmi böyük olacaq. Mis və alüminium metallarını əridib qarışdıqda alınan qarşılığın sıxlığı misin sıxlığından çox olur. Alınan qarşılığın sıxlığı adətən yadınıza saxlayın ki, bu ikisinin ortasında, yəni misin sıxlığından kiçik, alüminium sıxlığından isə böyük olmalıdır. Ona görə də bu da yanlışdır. O 1, 3. Bu da B variantına uyğun gəlmiş olur. 13. Əmələ gəlmə xüsusiyyəti verilib. Y vəziyyətinin tədricən sıxılmasından əmələ gəlir. Bu olur metamorfik sıxır. Lavanın yer səthindən çıxdıqdan sonra soyması nəticəsində əmələ gəlir. Bu maqmatik sıxır. Əmələ gəlməsi Y-in külək və yağış sularının parçalanmasını və düzənlik ərazidə daşınması nəticəsində bu isə çökmə sıxırdır. İndi bizə nəyi soruşur? Deyir ki, sıxırlara uyğunluğu müəyyən edin. X-a uyğun gələcək nümayəndələrindən biri mərmərdir. X-a uyğun gələcək B. Y lavanın deməli. Y-ə də uyğun gəl sərt və davamlı əsasən tərkibi sezim 4 oksiddən ibarətdir. Uyğun gələcək, buna da uyğun gələcək C. Z-ə də uyğun gələcək əsasən məsaməli olur. Çünki sıxırlar məsaməli olur. A. Bu da D variantına uyğun gəlmiş olur. Xlorun təbiətdə 2 izotopun birinin atomunda 17 proton, 18 neydi? Digərinin atomunda 17 proton, 20 neutron var. Bu izotoplarının
Birinci izotop təbiətdə 75%, digəri 25% yayılmışdır. Bu miqdarlar müvafiq olaraq 90% və 10% olsaydı, xlorun orta kütlə ədədi real orta kütlə ədədindən təqribən neçə fərqlənərdi? Deməli, 17-nin üstünə 18 gəlsək neçə edəcək? 35. Deməli, 17-nin üstünə də 20 gəlsə edəcək 37. Bir dəfə 35 vurulsun 25 üstə gəlinsin 37 vurulsun 75 bölünsün 100. Bu eləyəcək vurup atsaz 35,2. Təxminən belə bir şey eləyəcək. Sonra bir də yazım 30. Bir də tərsinə yazmalıyam da 35 vurulsun 75. Yok, bu 35,5 eləyəcək. 37 vuranda 35,5 eləyəcək. 35,5 eləyəcək. 35 vurulsun 75 üstə gəlinsin 37 vurulsun 25 bölünsün 100. Bu da eləyəcək 35,2. Və bizdən bu ikisinin fərqini soruşur. 35,5'dan 35,2'ni çıxsa eləyəcək 0,3. 5 azot molekulunda və 9 hidrogen molekulunda neçə amonyak molekulu əmələ gələr? Deməli, amonyakın yazırıq NH3'dür. 5 azot molekulundakı azotun sayı neçədir? 5'e vuracağım 2'ye. 10 eləyəcək. 10 dənə azot. Deməli, 9 hidrogen molekulunda. Hidrogen molekulu üçün də 9'u vuracağım. Aşağıdan yiyək. Buradan yazaq. 9'u da vuracağıq. 2'ye 18 dənə hidrogen molekulu. Bir dənə amonyak molekulunda bir azot atomu, hidrogen atomu. Deməli, bir dənə azot atomu 3 dənə hidrogen, yəni 1'in 3'ə nisbətində birləşmiş olur. Əgər 10 azot atomuna 30 dənə hidrogen atomu birləşməlidir. Ancaq bizdə 30 hidrogen atomu yoxdur. Ona görə ən aza görə, hidrogenə görə deməli 3 dənə hidrogen atomuna 1 dənə azot birləşirsə 18 dənə hidrogen atomuna neçə? 18 dənə hidrogen atomuna birləşəcək 6 dənə azot atomu birləşmiş olacaqdır. Azot atomunda ümmü sayı neçəyə tapmışdıq? Ümmü sayını tapmışdıq 10. Ondan çıxsın 6 dənə azot qalır neçə? 4 dənə azot atomu. 4 azot atomu neçə molekuldur? 2 atom 1 molekul eləyir. Ona görə 4'ü bölsün 2'ye 2. Deməli, bu 2 molekul eləyəcək. Nə qədər azot? Deməli, 2 molekul azot qalacaq artıq. Və neçə molekul? 6 molekul isə amonyak alacaq. Amonyak 6 molekul, 2 molekul da azot. Bu da C variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızın izahına baxırıq. Deyir ki, molekulunda elektron sayı A. X2 böyle. Deməli, X atomunda isə A-2. İlk proton sayını müəyyən edin. Deməli, buradan yazaq 2x üstə gəlsin. 16'da 2x üstə gəlsin 8'i. 8'i də 5'ə vursaq 8'e 5'im 40. 40 bərabərdir A-ya. X üstə gəlinsin 8'e və 4'ün 32. 32'nin də üstünə 3 gəlsək 35. Üstə gəlsin 35 bərabərdir A-20'ye. Deməli, bu tənasübdür da. Tənasübü kənar hesablasaq. Deməli, buradan A-20'ye. Bunu belə eləməyik də, tənasüb aşırmıyıq, tənasüb eləməyik. Buradan gətirək, bunu gətirək, qoyaq yerinə.
bu A-nın yerinə tənasüb kimi etməyə gələ açaq. X üstə gəlsin 35 bərabərdir. A-nın yerinə də 2x üstə gəlinsin 40. Mötərizəni bağlayaq. Çıxılsın 20. Bu açanda 40-dan 20'sini çıxanda 20 qalır. Buradan da bunun buradan da yazsaq, deməli burada açsaq 20 qalır. 2x da bu üzə keçsək qalacaq yenə. Və yaxud da ki bu üzə x bərabərdir. Bu üzə keçir mənfi x. Buradan da 35 20 qalır burada. Və yaxud da ki bilirik x-i bu tərəfə keçirək. Bundan x bərabərdir. Deməli 20-ni də bu tərəfə 35-dən də çıxacağıq 20-ni. Bu deyəcək 15. X-imiz olacaq 15. Bizə də nəyi soruşur? Proton sayı 15 edilmiş əlçəkdir. İndi 17-ci sualımızda soruşur. Hidrogen və oksigen molekulları arasında baş verən reaksiyadan artıq qalan hidrogen molekulları modeli verilmişdir. Hansı ifadə doğrudur? Oksigen deməli 1, 2, 3, 4, 5, 6. Deməli 6 dənə oksigen atomu var və bu da edir 3 oksigen molekulu. Deməli 1, 2, 4, 2, 4, 6. 3 tane oksigen 1, 2, 3. 3 tane molekul sərbəst qalıb. 1, 2, 3, 4, 5, 6. 9 tane də hidrogen molekulu olub. Bizə nə deyir? Reaksiyada tamamilə sərf olunmuşdur. Oksigen tamamilə sərf olunmuşdur. Bəli, bu düzdür. Reaksiyada 9 hidrogen molekulu sərf olunmuşdur. Xeyr, 6 hidrogen molekulu sərf olunub. Reaksiyada 6 oksigen molekulu sərf olunub. Xeyr, 3 oksigen molekulu sərf olunub. Ona görə də yalnız bir, bu da B variantı. Yalnız bir deyirik. C-ni götürür. Yalnız bir C variantındadır. X, Y, Z, T maddələrinin kağız xromatografiyası nəticəsi aşağıda verilmişdir. X-də 3 ləkə, Y-in 1 ləkə X-in orta ləkəsi ilə eyni səviyyədədir. Bir ləkə X-in orta səviyyəsi ilə eyni səviyyədədir. Z-də 2 ləkə, biri X-in yuxarı təbəqəsi ilə eyni, digəri isə ən yuxarı qalxandır. Sonra T-də 1 ləkə aşağı ləkə ilə eyni səviyyədədir. Burada elə yoldaşınız düzgünü qeyd edib. Bizdən nə soruşur? X saf maddədir. Xeyr, gördüyünüz kimi çox ləkələr var. Ona görə X saf maddə ola bilməz. Z yalnız X-də olmayan maddələrdən ibarətdir. Z ifadələr doğrudur. Bu da yanlışdır. Dedik ki, eyni səviyyəsi var, ona görə götürmürük. Bu da yanlışdır. Y və T maddələri X-in tərkibində var. Y və T maddələri bəli X-in tərkibində var. Bu düzgündür. Z X-in böyük komponentlərini özündə birləşdirir. Z, xeyr, bunu deyə bilmərik. Y və T saf maddədir. Bəli, gördüyünüz kimi Y-lə T-də bir dənə ləkə var və bunlar saf maddədir. Ona görə də uyğun gələcək A variantı. SO2 iyonu ilə XO4 iyonu elektron və neytron sayı bərabər olarsa, elektron və neytron sayı bərabər. S və X atom proton və neytron sayını müəyyən edin. İyon elektron və neytron sayıları bərabər olarsa, elektron və neytron sayıları bərabər olarsa, burada elektron sayını tapacağıq. Kökdə neçə idi? 16 üstə gəlinsin
Oksigen 8'dir. 8'e və 4'ün 32. 32'nin üstünə mənfi 2 yəni 34 bərabərdir. X üstə gəlinsin 32, üstünə də gələcək bu mənfi 3'dür. Üstəydə də gələcək 32'nin üstünü 35 eləyəcək. Buradan da bizdən nəyi soruşur? Buradan da x'imiz bərabər olacaq. Necə? 15'e. X 15 olacaq. Sonra bizdən nəyi soruşur? Yəni elektron və neytron sayları. Bu elektron sayıdır. Neytron sayı üçün də hesablasaq. 16 üstə gəlinsin 8 və 4'ün 32. 16 üstə gəlinsin 32 bərabərdir. X üstə gəlinsin 32. Buradan da neytron sayı da bərabər olacaq. X də bərabər olacaq burada 16'ya. Ne 16'ya? Deməli, bunun proton sayı 15, proton sayı bərabərdir 15'e, neytron sayı da bərabərdir 16'ya. Bizdən nəyi soruşur? Müqayisə edin. Deməli, buradan bunu müqayisə etsək, kükürdün proton sayı, necə X'in proton sayına kükürdün gördüyünüz kimi burada proton sayı 15'dir. Ona kükürddə isə 16'dır. Ona görə kükürdün ki X'dən böyük olacaq. Amma neytron sayı hər ikisində 16 olduğuna bir-birinə bərabər olacaq. Bu da C variantı. Azot qazının suda həll edilməsi təcrübəsi. Birinci təcrübədə T'dir, atmosfer təzyiqi A'dır. İkinci təcrübədə T plus 20 təzyiq isə B'dir. Deyir, hansı halda azot qazının suda həll olması eyni olar. Diqqətlə baxsaq görürsünüz ki, ikincidə temperatur artıb. Deməli, eyni olması üçün burada temperatur artıbsa, bilirsiniz ki, qazların suda həll olması temperaturlar tərs mütənasibdir. Yəni, temperatur artıbsa, ikinci qazın suda həll olması azalıb və biz bunu eyni səviyyəyə çatdırmaq üçün təzyiqi artırmalıyıq. Yəni, ona görə də B böyük olmalıdır. Nədən? A'dan. Təbiətdə hidrogenin, protein və deuterium olmaqla 2 dənə izotopu mövcuddur. Protein izotopuna əmələ gəlmiş su yüngül su, deuterium izotopuna əmələ gəlmiş su ağır su adlanır. Yüngül və ağır sudan ibarət qarışımın tərkibinin analiz nəticəsi cədvəldə verilmişdir. Ağır su molekullarının sayını hesablayın. Deməli, bir su molekulunda H2O-da proton sayı 10'a bərabərdir. 2 dənə hidrogenə, 8 dənə də oksigenə. Neytron, ona görə də 2000'i bölsək 10'a, bu da eləcək 200. Deməli, 200 molekul var. Bu molekulda hidrogenin, oksigenin, neytronun sayını çıxaq. 200 molekulda, bir molekulda 8-dirsə, 200 deyilsə, orada 8-ə 1600. 1600 olacaq bu oksigenin, neytronun sayı. 1720'dən də 1620'ni çıxsaq, bu zaman burada qalacaq 120. Yəni 120 qalacaq. 120 də ağır suyda deuteriumun neytronlarının sayıdır. Deuteriumun neytronunun sayıdır. Neytron deuteriumdur. Bir su molekulunun formulu D2O olduğuna görə, yəni bir dənə su molekulunda 2 dənə deuterium neytron iştirak elədiyindən 120'ni bölsək 2'yə eləcək 60. Ağır su molekullarının sayı eləcək 60. Deməli, tərkibi 50% X, 30% Y, 20% Z mayelərdən ibarət 500 ml qarışıqdan X qram ayırmaq üçün qarışıq fraksiyalı distillə qurğusunun kolbasında qızdırılır. X, Y, Z mayələrin qaynama tempi bir-birinə yaxın olduğu üçün X-ni ayırmaq mümkün olmur. Belə ki, o zaman X-in 80% buxarlanır, 10% kondensləşərək kolbaya yenidən qayıdır. Qalan X-in soyuducuya keçərək toplama qabına yığılır. Y üçün 40-75, Z üçün 20-75 olur. Proses dayananda toplama qabında X-in həcmini mayanın qarışığının neçə faizini təşkil etdiyini hesablayın. Burada demək X üçün hesablayaq. Birinci X 500 ml-dir və bunun 50%. 550% olması üçün elə 0,5'ə vursaq bəs eləyər. Bu da 250 və bunun da 80% yadınıza saxlayın, buxarlanır və 10% də geri qayıdır.
Sonra Y üçünü yazaq. Y üçündə 30% isə 500-ü vuracaq 0,3-ə. Bu da eləyəcək 150. Bunun da 40% buxarlanır. 20-75% geri qayıdır. Sonra buxarın 75%. Z üçün də 20%-dir. 500-ü vuracaq 0,2-yə. Bu da bərabər olacaq 100 ml. Və bunun da 20% buxarlanır. Və buradan da yenə 75% geri qayıdır. İndi buradan hesablayaq. Buxarla gedən miqdarı hesablayaq. 200 x üçün 250-nin 80%, 250-nin 80% eləyəcək 200 ml. Və bu 200 ml-nin 10% qayıdırsa, deməli 90% qalır da. 200-ü də 90-a vursaq neçə edəcək? 180. Burada qaldı 180. Y-imiz üçün hesablayaq. Y-imiz 150-dir. Və bunun 40% buxarlanırsa, ona 40-a vursaq eləyəcək 60. Və bunun 75% buxarlanırsa, geri qayıdanda da 25%, 60-ı 25-ə vuracaq indi. 60-ı 25-ə vuranda da eləyəcək 15. Z üçün hesablayaq. Z üçün də dedik ki 20%, 100-ün də 0,2-yə vursaq eləyəcək 20. Bunun da yenə 75% qayıdır, 25% qalır. 20-ni də 25-ə vursaq eləyəcək 5. Bunların cəmi bizə neçəni verir? Cəmi verir 200-ü. Və bizdən də soruşur ki, x qazının, yəni 180-in ümumi 180-i bölsək 200-ə, vursaq 100-ə eləyəcək 90%. Deməli, x və y 25 cc tempoya tamamilə əlillikdə 500 ml doymuş homogen məhlul hazırlanır. Məhlulda x maddəsinin kütləsi y maddəsinin kütləsinin 20 qram çoxdur. Həmin məhlulda 100 ml götürülür və suyu tamamilə buxarlanır. Bu zaman qabda x və y maddələrindən ibarət 30 qram qarışıq qalır. Məhlulda qalan hissəsində x maddəsinin kütləsini hesablayın. Bizə nə deyir? Deyir ki, x maddəsinin kütləsi y maddəsinin kütləsindən 20 qram çoxdur. Yəni, bu da və y-ə. Və biz bundan 100 ml götürürük. Bu 500 ml məhlul üçün hesablanılır. Yadınıza saxlayın ki, 500 ml məhlul üçün. Biz 100 ml götürsək, 100 ml məhlulda nə olacaq? Bunları da gördünüz, burada elə bir 5 dəfə azaltdıq. 5 dəfə azaltdıq. Bunda olacaq onda x plus 4. Bir də burada x plus, bunu tutalım ki 4 dəfə azaltdıq. Bunun kütləsini a götürsək, a plus 4 olacaq mı? Bu da a olacaq. Yəni, y-in kütləsini a götürsək, onun da kütləsini a plus 4 götürəcəyik. İndi bunda bizdə nə verir? Deyir ki, cəmi 30 qramdır 100 ml üçün. Bunların cəmi bizə 30 qramı verir. İndi hesablayaq. A plus 4 bərabərdir 30-a. 2A bərabərdir 30-dan 4-ün çıxanda 20. 26-ya. A da bərabər olacaq neçəyə? 13-ə. A 13-dürsə, deməli y-imizin kütləsi 13-dürsə, y-imizin kütləsi necə? 13-ün üstünə 4 gəlsək neçə edəcək? 17. Burada x-imiz üçün də olacaq 17. Bizdən nəyi soruşur? X maddəsi. Məhlulda qalan hissəsini, məhlulun qalan hissəsi necədir? 400-dür. Deməli, 100-də 17-dirsə, 400-də ondan 4 dəfə çox. 17 nə olsaq 4-də də edəcək 68. Bu da C variantına uyğun gəlir. Növbəti sualımızda deyir, A maddəsi 10 cc-də 300 ml suda istifadə edib hazırlanmış doymuş homogen məhlul 50 cc-yə qədər qızdırılır. B maddəsi 50 cc-dən 500 cc-yə qədər istifadə edib hazırlanan doymuş homogen 20 cc-yə qədər soyudulur.
Məhlul hər birinin həmin temperaturu 100 ml əlavə edilir. Sonra bu məhlulu doymuş homogen məhlula çevirmək üçün onlara uyğun olaraq A və B maddələrini həll edilir. Məhluldan sonra həll edilən A və B maddələrinin kütlələrini cəmini hesablayın. Suyun buxarlanması nəzərə alınmır. Yəni burada biz suyun buxarlanmasını nəzərə almadan burada hesablama aparacağıq. Burada deməli nədir? Deməli burada məhlulda 100 ml su əlavə edilir. Birinci A maddəsi üçün hesablayaq. 100 ml-dir. Burada bu sarı olan bu A maddəsidir. Bu isə B maddəsidir. Deməli 100 300 ml su. 10 cc-də 300 ml sudan istifadəyə hazırlanmış 50 cc-yə qədər qızdırdıqda 10 cc-də 20 qram. Görürsünüz burada 10 cc-də 20 qram. 100 ml üçün 100 ml-də 10 cc-də 20 qramdırsa, onda 300-ü nə qədər olacaq? 300 ml. O x də buradan bərabər olacaq. Necə? 60-a. A 60 oldu. İndi bunun deyir 50 cc-yə qədər qızdırılır. 50 cc-də A maddəsi buradadır. Bu deyir 80 qram. Deməli 100 ml-də 80 qram həll olunursa 300 ml-də nə qədər olacaq? X də bərabər olacaq 320. Deməli A maddəsi 320 oldu. Qızdırmışam. B maddəsi üçün tapaq. B maddəsi üçün deməli neçə? B maddəsi 50 cc temperaturda, 50 cc bu bit, 50 cc temperaturda 40-dırsa 100 ml 50 cc-də 40-dırsa, onda 300-ü nə qədər olacaq? Yox, 300 yox. 500 ml-i. 500-ü nə qədər olacaq? Bilmirik. X də bərabər olacaq 200. 50 üçün 200-dür. İndi sonra deyir 100 ml su əlavə edirik. 100 ml buxarlanma nəzərə almırıqsa 500 idisə 100 əlavə edəndə neçə olacaq? 600. Biz burada da tapdıq da 100-də bunda burada da həll olan maddə miqdarı 100-də 80 isə 600-də nə qədər olacaq? 600-də də x də bərabər olur 480-ə. 480 əvvəlki də 200 idi. Nə qədər artdı? 480-dən 200-ə çıxanda B maddəsi üçün 480-dən 200 çıxanda 280. B maddəsi üçün 280-dir. A maddəsi üçün hesablayaq. 320-dən 60-ını çıxsaq. 320 burada 280-dir B maddəsi üçün. İndi A maddəsi üçün hesablayaq. 320-dən 60-ını çıxsaq eləcək 260. A maddəsi üçün isə 260 və bizdən də bu ikisinin cəmini 260 ilə 280-nin cəmi o deyəcək 540 B variantına uyğun gəlir. Növbəti sualımızda bizdən nə soruşur? Azot, oksigen qarşılıqda atomlarının sayının 1-in 3-ə nisbəti kimidir. Azot molekularının qarşılıqda olan molekulların 40%-ni təşkil edir. Bu molekulda NO2 qazı əlavə edildikdə qarşılıqda oksigen atomlarının say nisbəti 2-nin 5 kimi oldu. Başlanğıc oksigen və azot molekullarının qarşılıqda olan azot və azot dioksid molekullarının say nisbətini hesablayın. İndi burada
Əgər deməli burada oksigen X Y bir dəqiqə yox, belə deyək buradan X'imiz olsun azot, Y'imiz olsun oksigen, Z'imiz də olsun ozon. Və bu deyir ki 40%-ni təşkil edir. Bu ikisi də olacaq neçə? 60%. Bu ikisi də olacaq 60%. Bizdən də deyir ki, deməli bizdən bu belə çıxır ki, X üstə gəlsin, Y-imiz 60% eləyəcək. Və buradan da X-imiz də bərabər olacaq nəyə? 60 minus Y-ə. Bunu belə tapdıq və bizə deyir ki, bunun qarşılıqlı azot və oksigen atomlarının say nisbəti 1-in 3-ə nisbətidir. Deməli, azotun oksigen molekullarının azotun oksigen, bir də ozondur da oksigen atomlarının. İndi gətirək qoyaq azotun yerinə. Azot yazanda N2 yazırıq mı? Atom 2x ona göre. Oksigeni yazanda da görürsünüz bir molekulunda 2 dənə atom var. Ona göre de 2Y. Dedik ki 40% təşkil edir. 40 tutalım ki 100 qram məhlul üçün götürsək 40-dırsa 140-dırsa onda 3 dənə atom olduğuna göre 40'ı vursak 3'e neçəyiz? 120. Bu da bərabər olacaq 3'də 1'ə. Bunu da vurup açsaq, yuxarıdan yazaq. Birinci vurup açaq. Deməli 2Y üstə gəlinsin 120 bərabərdir 6X'ə. Bak buradan X bərabər 60 minus Y gətirib bunun yerinə yazın. İki Y üstə gəlinsin 120 çıxılsın 120 bərabərdir 6 vurulsun. X'in də yerinə 60 minus Y. 60 minus Y. Burada bunu yazsaq 60 vurulsun Y. Onu da onun yerinə yazsaq 360 burada eləyir 360 minus 6Y. 360 minus 6Y bərabərdir 2Y üstə gəlsin 120'ye. 120'ye 6Y bu yüzdəki içində 8Y bərabərdir. 360'dan da 120'sini çıxsaq qalacaq 240. 240 Y-imiz də bərabər olacaq 30'a. Y tapdıq 30. Y 30'dursa onda necə Y-imiz 30'dursa X də 30'dur. Çünki 60 çıxılsın 30'uydu da. Burada 60 çıxılsın Y-dir. 60'dan 90 çıxsaq 30 eləyəcək. Deməli Y-imiz də 30'dur. X-imiz də 30'dur. Z-imiz də 40'dır. İndi bizə nə deyir? Deyir bura təzədən azot 2 oksid əlavə edin. İlkin qarşılıqda oksigenlə azonun miqdarı. Oksigenin miqdarı 30%'dir. Bunun üzərində 40% ise 3'ün 4'ə kimidir. Oksigenlə azonunki də 3-4 oldu. İndi digərini hesablayıb da taparaq. Bir də baxsaq 3-4 bir dənə A variantında elə variantını götürərik. Və yaxud da ki yenə də hesablayaq. Deməli buradan tapdıq ki 0,3 X'dir azot, 0,3 X oksigendir, 0,4 X nədir? Ozondur. İndi bunların da üzərinə
hər hansı bir A miqdarda A oldu. D əlavə A miqdarda azot dioksid əlavə edirəm. NO2 əlavə etdim. İndi bunların əlavə edəndən sonra yenə tənasibini quram. 0 bir deyir qarşılıqda olan azot və oksigen say nisbəti. Qarşılıqda olan 0,3 idi. Azotun indeksində 2 var da. 0,3'ü 2'ye vursak 0,6 üstə gələnsin. Dioksidin tərkibində də şey var da A miqdar azot. Çünki bir dənə azot var. Sonra aşağıda da bölürük. Burada da nədir? Oksigen var. 0,3'ü vursaq 2'ye eləyir. 0,6 0,3'ü də vursam 4'e 1,2 1,2 ilə də 1,2 ilə 0,6'ını o deyir ki 1,8 1,8 bu 0,8 üstə gəlinsin. Azot dioksiddə də 2 dənə oksigen var da. Ona görə 2A. Bu da bərabərdir 5'də 2'ye. İndi vurup bunu açsaq 3,6 x üstə gəlinsin 4A'ya bərabərdir 3 x üstə gəlinsin 5A'ya. Buradan da bu üzə keçəndə A'mız da bərabər olacaq 0,6x'a. Yəni NO2'nin də miqdarı 0,6'dır. Bunun da miqdarı 0,6 da NO2'dir. X miqdarda. Bizdə də azot dioksidə miqdarı bir-birininki 0,3'dür. 0,3'ün 0,6'ya nisbətini kiçik 1'in ədədlər şəklində yazsaq 1'in 2'ye kimi olmuş olacaqdır. Elə bu da A variantına uyğun gəlir. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.